İranda tətik mexanizminin tətbiqindən sonra neft ixracında ciddi dəyişikliklər gözlənilir. Bu barədə İran parlamentinin Enerji Komissiyası sədr müavini Məhəmməd Bəhrami Seyfabad rəsmi açıqlama verib. Onun sözlərinə görə ixrac marşrutları hələlik açıq qalsa da, satış xərclərinin artması səbəbindən ölkənin neft gəlirlərində azalma qaçılmaz olacaq. İxracatda gündəlik 400 min barel azalma olacaq. Kiçik alıcılar və vasitəçilər artıq bu prosesdən kənarda qalacaq deyə Seyfabad bildirib. Rəsmilər bu vəziyyətin İranın neft sektoruna və dövlət büdcəsinə mənfi təsir göstərəcəyini bildirirlər. Gəlir itkisi fonunda iqtisadi təzyiqlərin daha da artacağı gözlənilir. Hazırda İranın neft ixracatı əsasən məhdud sayda marşrutla həyata keçirilir və bu məhdudiyyətlər satışın daha başa gəlməsinə səbəb olur. Yeni şəraitdə yalnız böyük alıcılarla birbaşa əməkdaşlıq mümkün olacaq ki, bu da İranın bazar payının daralması ilə nəticələnə bilər.